Birinci hissədə biz Azərbaycanın endogen relyef formalarından danışmışdıq. İndi isə Azərbaycanın eksogen relyef formalarından danışacağıq. İlk öncə eksogen relyef formaları nədir, onu deyim. Eksogen relyef formaları xarici qüvvələrin təsiri nəticəsində yaranan relyef formalarıdır. Xarici qüvvələr nədir? Məsələn, küləkdir, dalğadır, axar sulardır, temperaturdur və s. Və Azərbaycanda ən çox rast gəlinən eksogen relyef formaları hansılardır? Abrozyon düzənliklərdir, arid derodasion relyef formalarıdır, ekzarasyon relyef formalarıdır, gravitasyon relyef formaları, kast relyef formaları, daha sonra su erozyon relyef formaları, gətirmə konusları, sürüşmələr, bendlinglər, qobular, V şəkilli və U şəkilli dərələr və s. İlk öncə başlayaq arid denudasiyon relyef formalarından. Arid denudasiyon relyef formaları quraq iqlimə malik olan ərazilərdə yaranır və müvəqqəti axınların təsiri ilə yaranan relyef formalarıdır. Bunlara yarğanlar, qoblar, bendlinglər aiddir. İndi isə gəlin bunların hər birinin açıqlamasını verim. Yarğanlar nədir? Yarğanlar yağış və qar sularının süxurları yuması nəticəsində yaranır. Qobular yarğanların inkişafının son mərhələsidir və bu son mərhələdə onun dibində kol və ot bitkiləri olur və dərənin dibini bu bitkilər örtür. Bendlinglər isə səhra və yarım səhra zonalarında olur və daha çox gilli torpaqlarda yayılır. Külək və suların eroziyası nəticəsində yaranırlar və onu da qeyd edeyim ki, bendlinglər əkinə yararsız ərazilər olur. İndi isə gəlin görək, bu relyef formaları Azərbaycanda hansı ərazilərdə yayılmışdır. Qobustan alçaq dağlığında, baxın bu hissələrdə, daha sonra Ceyrançöl Acnohurda, Naxçıvanın orta və yüksək dağlığında. Qeyd etdim ki, Azərbaycanda V şəkilli, U şəkilli dərələrdə dərə relyef formalarda mövcuddur. Bu nə deməkdir? V şəkilli dərələrdən danışaq ilk öncə. V şəkilli dərələr daha çox dağ çaylarında olur. Dərin və dar olur həmin dərələr və meyilli çox olduğuna görə yaranır. Belə başa salım. Meyilliliyi çox olan ərazilərdə və yumşaq süxurlar olan ərazilərdə çay suları həmin süxurları yuyaraq dərəni, çayın dərəsini dərinləşdirir və bunun da nəticəsində V şəkilli dərələr yaranır. Azərbaycanda isə V şəkilli dərələr daha çox Qafqaz dağlarında yayılmışdır. Böyük və Kiçik Qafqazda yayılıb, bir də Naxçıvanın yüksək dağlıq zonalarında. Bax, burada gördüyünüz Samur, Qusar, Qudyal, Qara, Vəlvələ, Şabrançay, Girgilçay, bunların hər birində V şəkilli dərələrdə və həmçinin Böyük Qafqazın cənub yamacından axan çaylar. Bax, burada gördüyünüz bütün çaylarda V şəkilli dərələrdir. Burada Lev çaydır, Hocasudur. Daha sonra Naxçıvan çaylarına Arpa çay, Naxçıvan çay, Əlincə çay, Gilan çay, Ordubad çayı və s. Bunlar hər biri V şəkilli dərəyə malikdir. U şəkilli dərələr isə daha çox düzənlik çaylarında olur və respublikamızda bu çaylara biz təbii ki də düzənlik çaylarından Araz çayıdır, Kür çayıdır. Bunlara aid edə bilərik. Bir də çaylarla bağlı relyef formalarından gətirmə konusları var. Gətirmə konusları dağ çaylarının düzənliyə çıxdığı ərazilərdə yaranır. Məsələn, baxın bu ərazilərdə Katix çayı, tutaq ki Katix çayıdır. Dağlıq ərazidən axır və burada gəlib düzənliyə çıxır. Qanıxayır çay düzənliyinə. Bu ərazidə, həmin o düzənliyə çıxdığı ərazidə gətirmə konusu yaranır. Gətirmə konuslarının yayıldığı ərazilər Qanıxayır çay düzənliyidir, Gəncə Qazaq düzüdür, Qarabağ düzüdür, Lənkəran ovalığıdır, Samur Dəvəçi ovalığıdır, Qusar Maylı düzənliyidir və Arazboyu düzənliklərdir. Abrozyon relyef formaları. Abrozyon relyef formaları dalğaların təsiri nəticəsində yaranan relyef formalarıdır və Azərbaycanda abrozyon düzənliklərə rast gəlinir, abrozyon mənşəli düzənliklərə. Bu düzənliklər hansılardır?
Şollar düzüdür. Yəni bunlara Xəzər dənizi sahilində yerləşən düzənliklər aid ediləcək. Şollar düzü, Samur Dəvəçi düzüdür, Yaşma düzüdür, Abşeron Xırda təpəliyidir, Cənub-Şərqi Şirvan düzüdür, Salyan düzüdür və Lənkəran ovalığıdır. Ekstrasyon relyef formaları. Ekstrasyon relyef formaları buzlaqların təsiri nəticəsində yaranan relyef formalarıdır və Azərbaycanda bu relyef formalarına Troq dərələri, karlar, morinlər, sirklər, morin tirə və təpələri, təknəvari dərələrdir. Bunlar aiddir və hansı ərazilərdə bu relyef formalarına rast gəlinir? Böyük Qafqazın yüksək dağlıq ərazilərində, Murovdağ və Qarabağ silsilələrinin yüksək dağlıq ərazilərində, bir də Zəngəzur silsiləsinin yüksək dağlıq ərazilərində bu relyef formalarına, yəni ekstrasyon relyef formalarına rast gəlinir. Qeyd etdik ki, Azərbaycanda eksogen relyef formalarından sürüşmələr də var. Sürüşmələr Böyük Qafqazın şimal-şərq hissəsində, yəni bu hissələrdə baş verir. Şimal-şərqində və cənub-şərqində daha çox baş verir. İsmayıllı, Şamaxı və Ağsu ərazilərində sürüşmə prosesi necə baş verir? Deməli, dağ yamaclarında su keçirməyən və gilli süxurların üzərində su keçirən və həmçinin də qumlu çınqıllı laylar yerləşir. Yəni su keçirməyən layların üzərində su keçirən laylar yerləşir və burada su yığılır. Təbii olaraq altdakı layda su keçirmədiyinə görə, su həmin layın üzərinə yığıldığına görə müəyyən seysmik proseslər baş verdikdə, məsələn, zəlzələ baş verdikdə, həmin ərazidə avtomatik olaraq sürüşmə baş verir. Və təsərrüfat işləri də bu prosesin güclənməsini daha da artırır. Çünki təsərrüfat işləri zamanı tutaq ki, əkinçilik işləri həyata keçirilir həmin ərazidə, suvarma işləri aparılır və bu zaman, suvarma zamanı həmin sular gedir o su keçirməyən layın üzərində yığıldığına görə burada sürüşmə ehtimalını artırır. Və onu da qeyd edeyim ki, sürüşmələrin qarşısının alınması üçün həmin ərazilərdə terraslaşdırma işləri aparılır. Drenajlar vasitəsilə orada sürüşmələrin qarşısı alınır. Bir də meşə və kolluqlar salınır.